Salam əziz izləyicilər, YouTube kanalıma xoş gəlmisiniz. Bugün ən ucuz noduldan ən bahalı nodulun dadına baxacağıq. Marketdən necə almışam, bir dənə o videonu izləyək gəlik. İndi isə marketdə əziz izləyicilər, gördüyünüz kimi nodulların qarşısındayım. İndi ən ucuzundan tutmuş, ən bahalısına qədər alacağıq. Ən ucuzu mən bilən bu olardı, Rolton. Bu nədir? Çin dilində yazır. Şunki şam. Bir dənə bundan götürürük. Kəpitlərimə də baxın. Sonra hansından götürək? Bundan götürək. Bir dənə də bundan götürək. Hamısının dadına baxacağıq da bu videoda. Özü hamısını tek başına yiyəcəm. Bir dənə də bundan götürək. Deyəsən hamısı bahalı oldu, amma neysə olsun. Evdə görüşərik. İndi isə ucuzdan başlayırıq. Ən ucuzu budur. Bundan başlayaq. Bəh. Az mən də gir gördüm, bəh. Acından da ölürəm. Biraz bahanə oldu da mənim üçün. Video çəkimi. Bunu qoyaq mikrofonu qırağa. Biraz bundan tökək. Yağını da tökək. İsti suyu üstündən tökürük. Görək ən dadlısı hansı olacaq. Ən dadlısına baxacağıq. Bunu da bağladıq. Bunu qoyaq qırağa. Bu pişsin özü üçün orada. İndi isə keçilərik ikincisinə. Açıq qalsın ya da bu. Bu kare yağındır. 3 manat olmalıdır səhv eləmirəmsə. Bunun dadına baxacağıq. Amma bu oydadır. Dağ sızılı. Nəysə ən dadsızı bu olacaq. Bunun dadı yoxdur. Bir hamısını qoyaq, qalanı üstünə qoyaq. Var nədir? Şəkli yoxdur. Zarafı təmizləyicilər. Heç mən bilmirəm bu nədir. Bunlara baxın. Zibil. Tökürük üstünə. Yəni də istiyor. Acı. Məncə ən dadsız elə bu olacaq. Biraz da tökək. Birdən dadlı şey olar. Bunun da üstüne istiyor su tökək. Və baxlayaq. Keçsəliyi üçüncüyək. Bunların hamısını tek başına mən yiyəcəm. Deyim biləsiz. Nədir? Nə ilgəz bir şeydir bu. Zəhərlənib ölməsəm yaxşıdır bu videoda. Bunu da qoyaq qırağa. Yenə də ot. Pendir, zar, zibil var, doldurur. Bu nədir heç bilinmir. Bunları da qoyaq. Su. Deyəsən ən dadlısı hələ Rolton deyə izləyicilər. Və ən dadlısı Rolton olacaq. Mənim fikrimcə. Bunu da üstünə qoyaq bir şey. Ayda hələ bunlar var. Suyumuz çatmayacaq. Bunun dadına baxmışıq. Bunun sonra suyumuz çatmır. Bir də axodum yoxdur, gedim su gətirim. Bunun dadına baxacağıq. Bildiyimiz Roltondur. 2 dənə Roltonu qiyaslayaq. 2 dənə Roltonu, yəni ki
Bir dənə rolton, bir dənə də rolton. Eyni şeydir demək olar. Odur ki, bunu ləğv elədik. Bunu yoxlayaq. Bing bol. Bunu da ki, stəkanda yoxlayırlar. İlginç bir şeydir. Hələ bir dənə çıxdı bunun içindən sos. Zəhərlənməsə yaxşıdır doğrudan bu videoda. Ən yaxşısı hələ mənim fikrimcə roltondur. Suyumuz da çatmadı neysə. Bunu da belə bağlayırıq, qatışdırırıq. 5 dəqiqədən sonra görüşərik. 5 minutes later. İndi isə bu roltondan başlayırıq. Ən ucuzdan başlayaq. Adına baxaq. Həmişə yediyim roltondandır. Tatlıdır amma. Ən sevdiyim də demək olar elə budur. Göz haqqınızı hal eləyin əziz izləyicilər. Sizlər üçün maraqlı video çəkəm. Odur ki, Ertem, ne anlatıyor hoca ya? Evet Sinan Hoca Engin ne cevap anlatıyor? Hoca ne vermeli. hoca? indi isə Koreya nodulunun dadına baxacağıq. İçindən gör nə çıxdı. Ot mod. Nə qədər üstü yox qatırlar. Başdan ayağı üstü yox, daha izləyicilər. Başdan ayağı üstü yox. Özüm də yemək yeməmişəm ki, maraqlı olsun video. İştahla yiyeyim. Bir həftə koyublar. Şey yeməyi. İndi isə bunun dadına baxaq. Bu da ucuz deyil. Səhv eləmirəmsə 2 manat 40 qəpik idi. Suyunu bura boşaldaq. Dadına baxaq. Bu dadlıdır. Bundan alın yoxlayın. Bunu bəyəndim. Bu dadlıdır. Yumuşaqdır makaronu. Kanalıma abunə olun ki, belə videolar tez-tez gəlsin. Həvəslənib çəkim. İşte gidiyorum bir şey. İndi isə Big Bon'un dadına baxaq. Ən sevmədiyim bu arada bax budur. Dadına baxmamış deyə bilərəm ki, ən dadsızı bu olacaq. Bunu mən sevmirəm də. Çox dadsız. Buna 1 verirəm. Fərqlə. Buna 10. Ən dadsız aralarında bu, bir də ki Koreyanın nodulu idi. Hani Koreyanın bayrağı idi. Bir bu idi. İstiyot olmasaydı favorim bu olardı. Amma istiyot çox oldu deyənə
en çok beğendiğim bir idi. Ertem, ne anlatıyor hoca ya? Evet Sinan Hoca Engin ne cevap yapıyor vermedi. Daşı bundan ye söhbət eləyək. Artıq şeyləri buna çox qoyublar. Pendi. Normalda belə şeyləri mən çox yemirəm. Həqiqətən çox ziyanlıdır. Sizə ki, məsləhət görmürəm. Prosta video olsun, maraqlı olsun deyənə aldım bulanın çoxsunu yoxladım. Hamısını yox, amma çoxsunu yoxladım. Bəzilərində dadına baxmışam zaten. Ən yaxşısı Roltondur məncə. Rolton yiyin, ən yaxşısı budur. Bəziləri pişik əti qoyublar, baxın, pişik əti. Pişik əti deyəməm, pişik yeməyi. Pişik əti deyəndə yəni ki, sən başa düşməyim. Belə. Yəni ki, ziyanlı olduğu üçün bunu sizlərə məsləhət görmürəm. Bilmir bu nədir. Özünüz baxın, pendirdir, nədir? Nə gəldi? Zıllayıblar içinə. İzlədiyiniz üçün hər kəsə təşəkkürlərimi bildirirəm. Kanalıma abunə olun, videonu bəyənin. İnşallah gələn videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.